Bir dənəsini polkadan götürürük. Tuzdurursan buradan, sonra geçir. Demək, Qubadan usta qardaşımız yaxınlaşır. Deməli, biz də istəyir ki, nümunə vuraq. Biz də döşəmə altı üçün məhsul istəyir bizdən. Hələ fərqi yoxdur. Bir dənəsini polkadan götürürük. Gedirik vurmağa. Gəl. Çəkiz qabağa. Keçirik bu tərəfə ki, onlar da rahat görsünlər. Gedək. Vuruşunu elə vuracam ki, bir list vuracam, çox vurmayacam. Bir list vuracam ki, özün məsafəni tuta biləsən. Yəni, işləyəndə özün məsafəni tutacaqsan. Birinci tutmaq üçün, əlbəttə ki, nasatqanı zədə tutuzdurmalısan, sonra baxırsan. Tutuzdurursan buradan, sonra geçir. Su. Görsən bir listi bax. Nə kələ götürülüş, nə xarablıq, nə içəri, nə çölə. Məsafələr hamısı bəd. Yəni, mən ilkin olaraq sizə bu cür göstərdim. Mən də uzun saxlasam. Hə, yəni balonun təzyiqi azaldıqca məsafəni yaxınlaşdır. Bax, indi qalxır hələ. Hələ 3 sm olub bu. Qalxacaq 4-5 sm-yə qədər qalxacaq. Yəni, məsələ aydındır. Bəli. İndi keçək bunu təmizləməyə. Təmizləyici zəhmət komusu ver, başlığını da ver. İlk növbədə balon yarımçıq olduğu üçün bunu açanda sıxırsan üz aşağı. Tamam. Çıxdı. Məlum məsələdir ki, buradan köpüklər də çıxacaq. Bunları qəşəng bala elə bu cür. Vursan belə. Bu təmizləyicidir. Tapançanın üstünün, başın, hər yerin təmizləyir. Təmizlədik. Sonra istifadə, əgər balonu yarımçıq istifadə eləmisənsə, bunu belə vurursan, ağzı təmizlənir. Təmizləndi, qoyursan qırağa. İndi tədil arası gedirsənsə və yaxud da ki, vura bilərsən. Sonra bu başlığı götürdün, qəşəng, qoydun qırağa. Bunu bağlayırsan bura. Bağladın, sıxırsan. Mümkün olar bir 5-3 dəqiqədə içində saxlayırsan. Çünki bu rastavator bunun içində qalmalıdır. O turbanın qıraqlarına yapışan ətləri çıxartmalıdır. Yəni, çünki məlum məsələdir ki, bu şirəli məhsuldur. Tamam. Təmizləndi. Qəşəng. Görsənmə. Təmiz ağ su gələnə qədər bilirsən ki, bunun içində artıq heç nə qalmayıb. Ondan sonra alət tərtəmiz. Bu başlıq hazır, təmizləyici də orada. Yəni hər hansı bir, gördünüzmü, xarab olan bir şey olmadı. Ona görə də hər şey sizin istifadədən asılıdır.